Salam dostlar, nətərsiniz? Deməli, bugün sizlərlə Gitasan Azərbaycan modu necə yüklənir onu göstərəcəm. Bizə bir zarsı ver, bir cürpuzu, bir də Telegram lazımdır. Daxil olub cürpuzuya. Burada gördüyünüz kimi, məndə 3-cü yazır qupur endirəcəkdə Andron. Məndə Andron'udur. Andron tımı 610 yazır. Sizə dediyim kimi Andron ola bilər, mənim kimi Mali də ola bilər, Power də ola bilər. İndi gördüyünüz kimi biz buradan sonra çıxırıq. Daxil oluruq Telegrama. Və burada axtarış yenə yazırıq kitabha, hatta xət mobili. Daxil oluruq buna. Biraz gedirik, biraz gedirik. Burada tapa bilməsəz, burada sizə yardım üçün 3 nöqtəyə basıb, bir də sayt sözə basıb. Burada yazırıq kitab. Sağ. Axtarışa basırıq və gəlir. Burada gördüyünüz kimi bu gəlir, belə bir sayt. Və ondan biraz yuxarı qalxırıq. Gördüyünüz kimi buradadır 2-ci Azərbaycan modu təzə, Aziya Baçıq V3. Bunun altında sözə basırıq və bizi gətirir. İstəsəz Telegramın videosuna baxıb gələ bilərsiniz. Mən YouTube'dan baxmışam. YouTube'dan da baxmaq olar. YouTube'da yazırsınız ki, Azərbaycan modu, Azərbaycan modu necə yüklənir. Buradan biraz gedirik alta və oyun linkləri var. Dediyim kimi sizdə Andron ola bilər, mənim kimi Mali də ola bilər, Power də ola bilər. Gördüyünüz kimi mən də Andron olduğu üçün Andron'un üstünə basıram və buradan Open sözünə basıram. Open basıram və gözləyirəm. Və bunun linki gəlir və bunun üstünə basıram. Və bir də basıram. Və doğulan söz var, ona basıram. Ay bilet. Mən yüklədiyim üçün təzən yükləməyəcəm. Daxil lazım deyil. Ondan sonra necə qurulur, gəlin göstərim. Zarchiverə daxil oluruq. Bütün fayllar doğulanda düşür. Doğulanda basırıq. Gördüyünüz kimi buradan kitab Baçıq V3 Androni.7 bunun üstünə basırıq və göstər deyirik. Bir də basırıq. Gördüyünüz kimi göstər qamis kitab var. Komüstər qamis kitab. Onun üstünə basırıq. Gördüyünüz kimi bütün fayllar var. Burada yuxarıda 3 nöqtə var. Ona basırıq. Və burada çoxlu seçimə basıram. Və burada 2 nöqtə var. Ən birinci. Orada 2 dənə quş var. Onun üstünə basırıq. Hamısının seçimə basırıq. Və birin üstünə basırıq. Və kopyalayırıq. Və buradan gördüyünüz kimi doğulanın üstünə basırıq. Və cihaz yaddaş deyirik. Andronun sonra data. Və burada ən altda yapışdır dəftər işarəsi var. Ona basıram. Mən yapışdırdığım üçün təzən yapışdırmayacağım. Yapışdırdıq. Ondan sonra keçirik doğulan. Bunun üstünə basırıq, göstəririk. Bir də basırıq. Gördüyünüz kimi budur. Buna basırıq. Mən yükləmişəm deyən yükləmir. Quraşdıra basırıq. Gördüyünüz kimi mən quraşdırdığım üçün təzən quraşdırmayacağım. Ondan sonra çıxırıq buradan. Daxil olduq oyunumuza. Belə mən göstərdim. Burada offline sözünə basıram. Offline'ə basırıq. Burada siz başdan da başlada bilərsiniz. Mən başdan başladıram. Siz versiyon da deyib başlada bilər. Yəni qaldığımız yerdən. Mən biraz oynamışam, yəni qalmışam. İndi qaldığım yerdən başladım. Təzdən başladım. Biraz gözləyirik və açılır. Gözləyirik. Orada yuxarıda quş var əslində. Gördüyünüz kimi ona basırıq. Bir də basırıq. Vəsiyo, gəldi. Belə biraz çıxırıq şeyin qabağına. Əlimizi yuxarı tutub, basılıb tutub, aşağı əllə. Əlirik. Gəlirik və buradan gördüyünüz kimi hilələr də var. Mən belə ritik sözünə basıb gedirik və burada maşınlar var. Maşınların üstünə basırıq. Biraz gözləyir və gördüyünüz kimi 600 inçlənsə maşın var, təxmini bilmirəm. Gördüyünüz kimi belə basırıq və maşına otururuq. Buradan gördüyünüz kimi buton sözünə basırıq və gördüyünüz kimi əliyyətimiz belə. Sağ olun, salamat qalın. Videoya like atın, abunə olmağı unutmayın.